Günlərdir bütün əhali, bütün millət, bütün nə bilim xaricdə oturanlar, daxildə oturanlar hətta dilə gəlib. Prezidentimizə siqnal verir. Hələ ki prezidentimizə həmin siqnallar nədənsə çatmır. Mənə çox maraqlıdır, cənab prezident. Siz bu siqnalları eşitmirsiniz ya eşitmək istəmirsiniz. Əsas məsələ ondan ibarətdir. Məsələn, nə qədər ki paylaşımlar olunur, düzdür, çox zəifdir, millətimdə qorxu hissi var. Paylaşanların altından çox az adam var ki, nəsə yazırlar, yalnız təşəkkürlər bildirilir. Amma ki, bizim xalqımız da bilməlidir ki, biz hamımız bir olmasaq, heç nə eləyə bilməyəcək. Biz demirik ki, prezidenti devirək, biz demirik ki, prezidentə belə eləyək. Biz deyirik ki, prezident bizim səsimizi eşitsin, bir ölçü götürsün. Bax, indi bu qədər adam tutub basırlar da içəriyə. Bu zəlil olmuşların hamısı milyonlarla dövrə, milyardlarla pul mənimsəyib. Yaxşı, cənab prezident, sənin vaxtında milyardlarla pul mənimsəyən insanlar ki var ha. Bəs o milyardlar sən hara baxırdın həmin vaxtlarda? Demək, sən onlarda yox təqsiri. Birinci özündə gör, sonra ətrafında ondan nəzarətdə görgülər. Bir də ki, o pullar bir ucdan deyirsiniz, filan kəs tutuldu, bu qədər əmlakı var, o biri var. Həmin əmlaklar hara gedir? O əmlakların hamısı konfiskovat olunanda dövlətin büdcəsinə qoyulmalıdır. Məsələn, tutaq ki, hərrac olur, filan kəsin malı hərraca çıxır. Həmin malı ala bildilər, alırlar. Ala bilməyənlər də, məsələn, kiminki gücü çatmadı, oranı verirlər, məsələn, obyekt kimi. Bir dənə, məsələn, internetin birinə verirlər, qocalar evin birinə verirlər, nə bilim, autizmli uşaqlara verirlər. Mən, məsələn, ən belə yanan yerim autizmli balalarımıza köməkdir. Çünki kasıb balalarına, autizmli uşaqlara Azərbaycanda heç bir kömək yoxdur. Olmaz ki, onların bir dənə əmlakını konfiskovat eləyəndə çağırasınız QHT-nin sədrini, deyirsiniz, ay xanım, gəl gələn, buranı veririk, bu uşaqlar üçün işlədin, bizim balalarımız da rahat nəfəs alsın. Məsələn, baxıram, görürəm ki, sizin QHT-lərə milyonlarla, milyardlarla pul gəlir. Amma ki, tutaq ki, keçən səfər birinə tapdım ki, həmin o QHT-yə yardım eləsin. QHT-yə yardım deyir, 200 manatdan artıq olmaz. Bu harada görünür və bu nə qanundur siz öz-özdən çıxardırsınız? Niyə hamını öz-özdən asılı vəziyyətdə saxlayırsınız? Cənab prezident, çox xahiş edirik. Artıq dərəcədə şəxsən mən özüm sizdən xahiş edirəm. Mən şəxsən sizə dəfələrlə yazmışam. İndiki günəcən bir dənə də olsa cavab alınmayıb ki, məktubunuz alındı, ya atkaz yazıldı, ya nə bilim nə yazıldı, belə bir şey görməmişəm. Demək, belə çıxır ki, siz aşağıdakılara deyirsiniz ki, mənə heç bir məktub göstərməyin. Gələnlərin hamısını da atın zibil vedrəsinə çıxsın, getsin. Yəni ki, insanları saymırsınız, insanlara hörmət eləmirsiniz. Axı, siz özünüzə necə hörmət göstərə bilərsiniz ki, siz insanları saymayandan sonra mən sənə niyə hörmət eləməliyəm? Niyə? Bir onu deyim bilim, dəfələrlə məktub yazıram sizə, dəfələrlə, birinci dəfə deyir, 50 dəfə. Axırda dünən yoxsıra gün yazmışam ki, deyirəm, heyif Heydər Əliyevin vaxtında heç olmasa pis, yaxşı məktuba cavab gəlirdi. Amma sizin vaxtınızda heç bir məktuba cavab gəlmir, demək onu bilərəkdən eləyirsiniz. Bəsdirin də, e-mailim sizdə var. Götürün cavabımı yazın, götürün adamınız varsa mənimlə danışsın. Dərdimizi deyim, millətin dərdini deyim. Nə qədər olar belə? Bu qədər özbaşınalıq, bu qədər insanları saymamazlıq olmaz axı. Azərbaycan təkcə sizin və sizin ətrafınızdan ibarət deyil. Azərbaycanda sizin uşaqlarınızdan qat-qat ağıllı, tərbiyəli, mədəni uşaqlarımız var ki, Rusiya bazarlarında, Ukrayna bazarlarında alver edir. Ayıbdır sizə.